İlin ən gözəl rübü başladı. Mübarək 3 ayın yer aldığı bir rüb. Rəcəb, Şaban və Ramazan. Hamımız bu keşməkeşli, səsli, küylü, yorucu, bezdirici dünyada yenə gəlib çatdıq xeyir fürsətləri ilə dolu Rəcəb ayına. Və bu ayın zikrinə də xeyir umaraq başlayırıq. Bu ayın ümumi duasında ilk cümləni belə başlayırıq. Ey bütün xeyirləri ondan umduğum kəs. Nə gözəl cümlədir. Və yaxud da həmin duadan bu cümlə. Ey azın qarşılığında çox verən Allah. Özümüzə bu aydan etibarən başlayan 3 aylığı qənimət bilməliyik. Ruhumuzu ilahi ziyafətə yönəltməliyik. Bütün ilin ən gözəl rübü başladı. Mübarək 3 ayın yer aldığı bir rüb. Rəcəb, Şaban və Ramazan. Hamımız bu keşməkeşli, səsli, küylü, yorucu, bezdirici dünyada yenə gəlib çatdıq xeyir fürsətləri ilə dolu Rəcəb ayına. Və bu ayın zikrinə də xeyir umaraq başlayırıq. Bu ayın ümumi duasında ilk cümləni belə başlayırıq. Ey bütün xeyirləri ondan umduğum kəs. Nə gözəl cümlədir. Və yaxud da həmin duadan bu cümlə. Ey azın qarşılığında çox verən Allah. Özümüzə bu aydan etibarən başlayan 3 aylığı qənimət bilməliyik.